yaxında bizim sosial bu şəbəkələrdə bəzi adları ilahiyyatçı olanların bu gecəyə müəyyən xoş olmayan sözlərini ki eşitdim. Hətta biri də dedi ki, bu gecədə Qur'anın nazil olması, cəm nazil olması, əhya olması, belə şeylər yoxdur. Quran elə bir dəfə gəlib Peyğəmbərə yavaş-yavaş gəlib qutardı. Bu hamısı onun cahilliyindən, nadanlığından, elminin zəifliyi, yəni heç elminin daha doğrusu olmamazlığındandır. Qur'anda neçə dənə nəzələ sözünün, feilin işlənmə forması var. Məsəl üçün baxırsan, nəzzələl Qur'an, Qur'an nazil oldu. Tənzilul Qur'an, bu bir. Unzilə Qur'an, bunlar hamısı başqa-başqa mənaları var. Onları bilmirlər. Bilmirlər, elə hamısını eyni başa düşürlər. Ərəb dili elə bir dildir ki, dünyada ən çox geniş şərhə, təfsirə malik olan bir dildir. Yəni Qur'anın dili. Məsələn, kəssərə, inkəsərə. Məsəl üçün belə deyək, bizdə Azərbaycan dilində mən desəm ki, şüşəni sındırdım, görürsən, 2 dənə sözdən istifadə eləyirəm. Amma ərəb dilində yox. Ərəb dilində bir sözdən istifadə eləyir. Və həmsinin mən deyirəm ki, şüşəni çilik elədim. Amma ərəb dilində bunu bir kəlmə ilə deyir. Dəvənin 20-yə yaxın adı var. Azərbaycan dilində neçə dəfə biz onu deyə bilərik. Yəni ərəb dilinin zənginliyi ondan irəli gəlir ki, orada bir dənə feili hallandırmaq üçün bir 20 dənə bir dənə feildən, bir kəlamdan söz düzəltmək olur. O cümlədən də Qur'anın o kəlməsi ki var, inzal və tənzil feilləri Qur'anın nazil olmasında işlənmişdir. Nuzul kəlməsi göydən yerə nazil olmaq, yuxarıdan aşağı düşmək. Tənzil feili bir şeyin tədricən müəyyən zaman çərçivəsində enməsinə deyilir. İnzal sözü, yəni bir dəfəlik və bir yerdə nazil olmağa deyilir. Yəni Qur'an-ı Kərim bizlərə buyurur ki, inna ənzalna feili qeyd etdiyimiz kimi cəm formaya deyilir. Hissə Qur'anın nazil olduğuna deyilmir. Bunu başa düşmək üçün gərək ərəb dilində gərək diz qoyasan, bir 5-10 il oxuyasan. Qur'an bizlərə bu günlərim nazil olub necə və hara? Lavh-i Mahfuzdan Allah Qur'anı nazil eləyib Beytul Məmura. Yəni Lavh-i Mahfuz nədir? Allahın ən əzəmətli bir yerdir ki, ora Lavh-i Mahfuz deyərlər. Allah oradan dünyada səmaya, yəni ulduzlar səmanı, yəni bizim kainatın başlanğıcına ora nazil eləyibdir. O yerə nazil olmayıbdır. Yerə nazil olmasını göstərən başqa ayələr var. 23 il müddətində olubdur o.